Ötən ay Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunublar. Deməli 92 nəfər. Və bunların 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasientlərin əksəriyyəti sirkə turşusundan zəhərlənib. Maraqlıdır. Mövzunu qonağımızla müzakirə eləyəcəyik. Toksikoloq İsmail Əfəndiyev bizləndir. İsmail bəy, xoş gördük. Sabahınız xeyir. Tamam, salamlayıram sizə. Biz təşəkkür edirik vaxtınızı ayırdığınız üçün İsmail müəllim. Deməli, zəhərlənmə məsələsi maraqlıdır. Deyilənə görə, bilmirəm, bu 92 nəfər çoxmu sayılır, artmışmı sayılır, yoxsa yox. Amma hər halda az da deyil. Yəni, sizcə nəyə görə belə bu, xüsusən də sirkə turşusunu qabardıblar? Yəni, nə ilə əlaqəli ola bilər? Xüsusən bir trend var, yəni sirkə qəbul eləməklə bağlı, yoxsa nəsə başqa bir məsələdir? Deməli, salamlayıram bütün tamaşaçıları. Mən sizə maraqlı bir statistika deyim. Məsələn, qonşu iki ölkə, Azərbaycan və Gürcüstan və ya Rusiya və ya Belarus arasında nə dərəcədə böyük epidemioloji fərqlər var. Heç bir dənə də olsa, məsələn, Gürcüstanda sirkə turşusu ilə zəhərlənmə yoxdur və ölüm də yoxdur. Amma Azərbaycanda həm zəhərlənmə sayılarına, həm də ölüm sayılarına sirkə turşusu 10 illərlə birinci sıradadır. Burada müxtəlif səbəblər var. Birinci səbəb odur ki, sirkə turşusu, qatı sirkə turşusundan söhbət gedir. Sərbəst satışdadır və hər bir dükanda, hətta qida məhsullarının arasında siz onu ala bilərsiniz və qiyməti kifayət qədər azdır və digər ölkələrdə qatı sirkə turşusu belə sərbəst satışı qadağandır. Ona görə də belə zəhərlənmələr yoxdur. İkinci səbəb odur ki, sirkə turşusu təəssüf olsun ki, Azərbaycanda, xüsusən qadınlar arasında özünə qəsd etmək, intihar etməyin əsas bir vasitəsi kimi biz uzun illər müşahidə edirik. Bilmək lazımdır ki, sirkə turşusunun ölüm dozası cəmi 30-50 millilitrdir. Yəni ki, 1-2 qurtum içməklə çox əzəbli bir öz həyatına son qoymaq olar. Və ona görə də uzun illər, yəni ki, bu təzə bir məlumat deyil, biz həmişə Azərbaycanda stasionar kəskin zəhərlənmələrdən, kimyəvi zəhərlənmələrdən səbəbi kimi, ölüm səbəbi kimi sirkə turşusunu görürük. Amma digər ölkələrdə hansı ki, bu sirkə turşusunun sərbəst satışı qadağandır, belə bir problem yoxdur. Bizdə daha çox səhv etmirəmsə, hansısa bir meyvələri, tərəvəzləri daha çox qış üçün saxlamaq üçün və s. məqsədi ilə istifadə edirlər də, düzdür, konservləşdirmək üçün. Sözsüz, amma onu konservləşdirmək üçün 70% sirkə turşusu həmin məhsula tökmürlər, yəni ki, onu durlaşdırırlar adi su ilə. Ona görə adi sirkə, hansı ki 5, 3, maksimum 7% olan bir sirkəni eyni qaydada biz konservləşmək üçün istifadə edə bilərik. Eyni zamanda heç bir, məsələn, sirkə turşusu, təsadüfən adi sirkədən söhbət gedir. Əgər o kimsə içsə, heç bir qanaxma, ölüm və digər problemlər biz müşahidə olunur ki, belə hallarda isə təəssüf olsun ki, sirkə turşusu evlərdə saxlanır. Xüsusən uşaqlarda biz zəhərlənmələri qeydə alırıq. O ki, belə biraz məsuliyyətsiz valideynlər həmin sirkə turşusunu... Mən bunu dəqiqləşdirmək istəyirəm. Bu, qidanın içindəmi zəhərlənməyə səbəb olub, yoxsa ayrıca istifadədəmi? Xeyr. Burada sırf intihar xarakterli, yəni özünə qəsd xarakterli zəhərlənmələrdən söhbət gedir. Çox təsadüfi də zəhərlənmələr ola bilər. Odur ki, hansısa bir kimyəvi maddə qabını dəyişdirirlər, qabının üstündə etiketini vurmurlar ki, bu zəhərdir. Və hətta belə praktikada mən hallarla rastlaşmışam ki, onu deməli adi şəffaf su şüşədə qoyurlar soyuducuya. Hansısa bir digər şəxs, qonaq, uşaq gelir evə, xalacinlik soyuducunu açır, oradan elə bilir ki, bu sudur, başına çəkir və ondan sonra hədsiz ağır zəhərlənmə, ölümlə belə nəticələnən zəhərlənməni müşahidə edilir. Aydındır İsmail müəllim, bu artıq vəziyyət tamamilə dəyişir. Biz keçək indi əsas bilmədən harda qida zəhərlənməsi bizə tuş gələ bilər bu məsələdən danışmağa. Məsələn, ev şəraitində hansı maddələr ən çox zəhərlənməyə səbəb olur? Qida zəhərləmələrdən danışanda bilmək lazımdır ki, özü-özünə zəhərli deyil. Qida zəhərləmə vermək üçün artıq onun tərkibində hansısa bir patologen mikroorqanizm inkişaf eləyir və onun toksinlərlə, onun infeksiyon agentlərlə insanda qida zəhərlənməsi, yəni daha doğrusu bizə qida toksik infeksiyası baş verir. Bu daha çox yay aylarında biz müşahidə eləyirik. Amma payız, qış aylarında
qida zəhərlənməsindən ən təhlükəli bu göbələk zəhərlənməsidir. Çünki payız gələndə, yağış yağlarında, meşələrdə yabanı göbələklər çıxır. Təəssüf olsun ki, bizdə Azərbaycanda mətbəxdə göbələyin yığması, hazırlanması digər mədəniyyət çox aşağıdır və təəssüf olsun ki, bir göbələk, yəni ki, söhbət solğun əzvaydan gedir, dükanlarda satılan şampinyondan söhbət getmir, amma ona adı şampinyona oxşarlığı çoxdur. Ona görə hansısa bir naməlum yerdə, ya özünüz hansısa şampinyona bənzər bir göbələk yığırlar, evə gətirirlər, qızardırlar. Təəssüf olsun ki, praktikada olur ki, bir göbələk bir ailənin sonuna gətirib çıxardır. Çünki orada çox toksik təsir birbaşa qaraciyərə göstərir. Qaraciyər demək olar ki, bir neçə günə məhv olunur və o insanları xilas etmək çox çətindir. Yəni ki, ən ağır. İkinci qida zəhərlənməsi o müxtəlif bitkilər ola bilər ki, adətən onun tərkibində zəhərli maddələr ola bilər. Bu nə qənəgərçək ola bilər, dəlvənk ola bilər, digər məsələn zəhərli bitkilər. Burada isə biz birbaşa onu deməli baxmalıyıq ki, bilinməyən maddələri istifadə etmək qadağandır. Zəhərlənmənin əsas əlamətləri nədir? Biz necə şübhələnə bilərik ki, məsəl üçün deyəsən məndə zəhərlənmə prosesi gedir. Yəni bunu öncədən müəyyənləşdirək və tez gedək həkimə müraciət edək. Düzdür. Burada birinci növbədə bilmək lazımdır ki, zəhərlənmə adi simptomlarla, ümumi toksik simptomlarla başlanır. Bu ürək bulanmadır, bu qusmadır, bu baş ağrıdır və s. Əgər siz hansısa bir qida ilə ya digər maddə ilə özünüzdə zəhərlənmənin şübhələnirsinizsə, sözsüz həkimə gitmək lazımdır, təcili yardım çağırmaq lazımdır. Amma həkim gələnə qədər adi üsullar var ki, hansı ki o zəhərlənmənin inkişafçısını ala bilər. Burada birinci növbədə çalışmaq lazımdır ki, sorulmamış zəhər qana keçməsin. Bunun üçün adi ucuz bir dərman var, onun adı aktivləşdirilmiş kömürdür. O kömürü əzib, o toz şəklinə gətirib, ondan sonra hər 10 çəkisinə, deməli 10 kilo çəkisinə bir tabletka su ilə qarışdırıb o qara tozunu içmək. Bu toksinlərin mədə-bağırsaq sisteminin sorulmasının qarşısını alır və ondan sonra da yəni ki, zəhərlənmə daha mülayim keçə bilər. Amma yenə də zəhərlənmə adi bir xəstəlik deyil, özü-özünə keçmir və burada sözsüz mütəxəssisin rəyi lazımdır ki, bəzi hallarda heç ev şəraitində zəhərlənmə müalicə o mümkün deyil. Orada xüsusi üsullarla qan yuyulur, sistemlər qurulur və digər zəhərlənməyə qarşı dərmanlar, hansı ki adı antidotdur, onlarla istifadə edilir. Bəzən deyirlər ki, bu xırda zəhərlənmə hallarında qatıq yemək lazımdır, çoxlu və s. Nə dərəcədə effektivdir? Təəssüf olsun ki, qatıq düzdür. Bizim xalqın arasında qatıq bütün zəhərlənmələrin bir dərmanıdır. Amma təəssüflər olsun, belə deyil. Xüsusən sirkə turşusunun zəhərlənməsi, sirkə də turşudur, üstünə turşu qatıq da töksəz vəziyyətimiz də lap pisləşəcək. Amma əgər zəhərlənmədən sonra müəyyən bir, belə deyim, mədə-bağırsaq tərəfindən disbakteriozmu var, digər problemlər var, bəli, müəyyən müddət, amma artıq zəhərlənmə qutarandan sonra qatıq və digər süd məhsullardan istifadə etmək olar və o da ki, normal mikrofloranın, mədə-bağırsaq mikrofloranın bərpasına kömək edir. İsmail müəllim, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Düşünürəm ki, izləyicilərimiz üçün də maraqlı informasiyalar oldu. Sizə təşəkkür edirəm. Çox sağ olun.